Şehitlerimizi ziyarete gelirler. Rahmet eylesin şehitlerimizi. Gazilerimize can sağlığı versin. Allah rahmet eylesin generalımıza. Generalımız Azərbaycanın milli qəhrəmanı General Mahir Polad Həşimovun Tovuz hadisələrindən sonra erməni qəsbkarlarının xain hücumundan sonra şəhid olmağından sonra əsl vətən uğrunda Azərbaycan vətəndaşlarının savaşı başladı və bu savaş əslində sentyabr ayının 20-27-sində düşmənlərin yeni təcavüzündən sonra Cənab Ali Baş Komandanın vur əmrindən sonra 8 noyabrda bütün Qarabağın azadlığı ilə nəticələndi. Bizim oğullarımız General Mayor Polad Həşimovun başladığı zəfər yolunu Şuşada tamamladı. Yaşasın Ali Baş Komandanımız, yaşasın Azərbaycanın silahlı qüvvələri, yaşasın Azərbaycanın bu günləri sərhədlərinin toxunulmazlığını qoruyan əsgər və zabitlərimiz. Bugünkü bayram münasibəti ilə, silahlı qüvvələr günü münasibəti ilə Ali Baş Komandanımızı, Müdafiə Nazirimizi və bütün zabit və əsgər və zabit heyətini təbrik edirəm. Dünənki Cənab Prezidentin fərmanından bir qrup şəhidlərimiz orden və medallarla təltif olunmuşdu. Ordenlərlə və medallarla təltif olunan bütün əsgər, zabit, çavuş və general heyətini təbrik edirəm. Allah rəhmət eləsin cəmi şəhidləriniz, sizin evlatlarınız. Amin. Allah cəmi şəhidləri. Amin. Allah alanları, asanlara səbir versin. Hörmətli izləyicilər, nəzərinizə çatdırım ki, bugün Azərbaycan Respublikasının Silahlı Qüvvələr günüdür və bugün Azərbaycan Respublikasının Müdafiə Naziri cənab General Zakir Həsənov Şəhidlər Xiyabanını və Şəhidlər Xiyabanındakı Şəhidlər Abidə kompleksini ziyarət etdi. Eyni zamanda şəhid ailələri ilə görüşdü. Onların problemlərini, şikayətlərini və ya hər hansı təkliflərini dinləyərək qeydlər apartdırdı və bütün bunlarla bağlı görüşlərin təşkil olunacağını, problemlərin aradan qaldırılacağını və ya araşdırılacağı ilə bağlı söhbətlər apardı. Daha sonra isə onlar şəhid ailələri ilə birlikdə ziyarəti bitirib Şəhidlər Xiyabanını tərk etdilər. Gördüyünüz bu insanlar hazırda çəkilişini apardığım bu insanların hər birini tanıyıram. Buradakı hər kəsi tanıyıram. Çünki müharibə başladığında, müharibənin başlamasından 2 dəqiqə sonra mən Talış Suqovuşan istiqamətində erməni qəsbkarlarının Azərbaycan Respublikasının təcavüzkar hücumunun qarşısı alınması üçün başladılan antiterror
döyüşlərini ilk olaraq Azərbaycan Respublikasının əhalisinə mən həmin ərazidən canlı olaraq çatdırmışdım və 44 günlük müharibədə 3 gün sonra qardaşım oğlu Anar Hüseynovu, daha sonra digər qohumlarımı, daha sonra digər qohumlarımın qohumlarını, mənim üçün bütün şəhidlər mənim qohumlarımdır. Qohumlarım, qohumlarımın qohumu, qohumlarımın qohumlarının qohumu, hər biri mənim ən yaxın qohumumdur. Və bugün bu şəxslər bir neçə gündür ki, saxta qazi adı ilə şəhid ailələrinə baskı edən, şəhid qəbirlərinin yanında dayanıb onların ruhunu narahat edən bir sıra şəxslərlə bağlı öz narahatçılıqlarını bildirmək istəyirlər. Onlardan biri Ceyhun adlı. Mən şəxsən tanımıram onu, 2 dəfə görmüşəm. Rəhim Qəmbərovun oğlu Anar Hüseynovun Rəhim Qəmbərovun evində, onun süfrəsinin başında bir dəfə görmüşəm şəhid ailələri ilə. Bir dəfə də hardasa nəsə bir şarlatanlığı var idi, onunla bağlı bir idarənin qarşısına getmişdi, onu da görmüşəm. Yəni mən adamı tanımıram, amma adam gedib şəhidin qəbrinin üstündə durub şəhid atasını təhqir eləyir, şəhidin ruhunu təhqir eləyir. Ağla gəlməz, xoşa gəlməz, bilmədiyi ifadələri işlədir ki, bununla da şəhidin ruhunu təhqir eləyir. Nəzərinizə çatdırım ki, Azərbaycan Respublikasının şəhidlərinin və şəhid ailələrinin toxunulmazlıq hüququ var ki, onların şərəf və ləyaqətini aşağılamaq, təhqir etmək olmaz. Handa ki, başına parik qoyan bir saxta qazi. O qazi ki, bəlkə də xatırlayırsınız, Əcəmidə özlərinə imperiya yaratmışdılar. Hər maşın saxlayandan pul alırdılar, haqq alırdılar, obyektlərdən haqları alırdılar və biz qaziyik deyib cəmaatı əzirdilər, belə hökmranlıq eləyirdilər, vorzakonluq eləyirdilər ki, dövlətimiz də bunların qarşısını aldı. Onlar daha bu əməllərini edə bilməyəndə, imkanlı şəhid ailələrinə üst tuturlar. Onlardan dilənçi payı ala bilməyəndə, onların ailələrinə bax bu cür dil uzadırlar, təzyiqlər eləyirlər, şəhidi və şəhid ailəsini gözdən salırlar. Mən indi istəyərdim ki, bu mövzuda biraz danışaq sizlərlə. Nə baş verib? Niyə görə şəhid ailələrin təhqir eləyirlər? Bir neçə gün bundan qabaq Özünüzü təqdim edin zəhmət olmasa. Hüseynov Anarın atası, şəhid Hüseynov Anarın atası Rəhim Qəmbərov. Bir neçə gün bundan qabaq, yəni keçən bazar günü mənə dostlar zəng elədilər ki, adını qazi qoymuş. Əslində sonradan məlum oldu ki, bu qazi falan deyil. Saxta yollarla. Bəli, hər kəs əlinə bir hərbi forma geyinir, öz-özünə qazi deyir. Alıbdır, mən dəliyəm, mən Allahsızam. Bu cür bir belə ömürlük belə bir vəsiqə alıb. Gedib Bərdə Şəhidlər Xiyabanında mənim oğlumun məzarı önündə təhqiramiz sözlər yazıb, sözlər danışıbdır. Oğlumun yanında danışmaqla məni aşağılamağa çalışıbdır. Bundan əvvəl Ağayev Ceyhun Bərdədə yaşayan şəhid atası yuqarı bu cür ağır sözlərlə qısnamalar eləyir. Təhqirlərə yol verdi onun haqqında. Çox ağır təhqirlərə yol verdi. Ailəsini, övladlarını təhqir elədi. Daha sonra Əli kişi var Bakıda Roman şəhərində, Roman qəsəbəsində yaşayır. Onun övladı şəhidini leş adlandırdı. Dedi ki, o mənim üçün leşdir. O mənim üçün şəhid deyil. Baxın, cənab prezident şəhidlərimiz qarşısında baş əyir. Şəhidlərimiz baş tacımızdır deyir. Ceyhun Ağayev kimilərsə onları ermənilərin adlandırdığı kimi adlandırır. Bu cür insanlar haqqında müraciət edirəm, çox-çox xahiş edirəm. Daxili İşlər Nazirimizdən, cənab Vilayət Eyvazovdan, Milli Təhlükəsizlik Xidmətinin, Dövlət Milli Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevdən, baş prokurorumuzdan və ən nəhayət Ali Baş Komandanımız İlham Əliyevdən çox-çox xahiş edirəm ki, bu cür halların aradan qaldırılması üçün bu insan haqqında ciddi tədbirlər görülsün.
bizim övladlarımız, ailələrimiz, tək mənim yox, bu günləri bütün mənim təhqir olunmağımla, növbəti qurban olmağımla bağlı şəhid ailələri, qazilər səslərini qaldırıbdılar. Bir çaxnaşmaq düşmüşdü. O çaxnaşmanın da qarşısını yenə aldıq. Çünki qanunlarımız var, qanunvericiliyimiz var. Bir konstitusyon bir dövlətdə yaşayırıq. Mən inanıram ki, Ağayev Ceyhun kiminin ki, layiqli cəzasını alacaqdır. Buradan yenə üzümü tuturam. Daxili İşlər Nazirimiz cənab General-Leytenant Vilayət Eyvazova çox sizdən xahiş edirəm. Çox xahiş edirəm. Bu adamın bir neçə rayonda bu adamla insanları təhdid etməklə insanları məhkəməyə verir, prokurorluq orqanlarına verir, polis orqanlarına verir. Sonra ərizəsini geri götürüb, istədiyinə nail olandan sonra ərizəsini geri götürür. Çox xahiş edirəm. Bu insan haqqında, bu insan Respublikanın çox yerində, əsasən də Bakı şəhərinin bir çox yerində müvəqqəti dövlət mühafizəsində yerləşən körpülərin altını parklanma kimi gedib özünə obyekt açıbdır və oradan yığılan küllü miqdarda pulu mənimsəyir. Məbləğ çox böyükdür. Məbləğ gündəlik 700-800 manatdır. Bu 20-22 min manat ən azından pul edir. Adını da qoyur ki, güya bununla qazilərimizə və şəhid ailələrimizə pul verir. Əslində bu belə deyil. 1-2-3 nəfər özünün adamlarıdır. Hansı ki, ora dövlət orqanları gəlib müdaxilə eləmək istəyəndə, bunların qarşısını, bu qanunsuzluğun qarşısını almaq istəyəndə onlara komanda verir ki, yəni bir açıqısı var. Deyir ki, mən açıqımı çıxardır, gözümü siləndə başlayın özünüzü doğramağa. Bax, bu cür yollarla bu Ağayev Ceyhun bu işlərlə məşğuldur və bunun qarşısı alınmadığına görə gündən günə daha da azğınlaşır və bu cür hallara yol verir. Cənab Ali Başkomandan, sizdən çox xahiş edirəm. Bizim oğullarımız sizin bu əmrinizə görə dərhal səs verdilər, orduya getdilər, Qarabağımızı azad etmə canlarını fəda etdilər. Sizdən çox xahiş edirəm, müvafiq orqanlara göstəriş verəsiniz. Ağayev Ceyhunun fitnəkar əməllərinin qarşısı alınsın. Bu cür insan cəmiyyətdən təcrid olunsun. Bu qədər. Salamünaleyküm. Hepinizi salamlayıram. Allah'ın salamı olsun. Ve buradan ben bütün Azerbaycan xalqını salamlayıram. Başta da bütün şehit atalarını, şehit analarını, qazilərimizi vetanıyorum. Ben şehit Məhəmməd Ovaysevin atasıyam. Oğlum döyüşləri Füzuli Qubatı, Şuşa və Xankəndə gedən döyüşlərdə balam şehit oldu. Bir oğlum da qazidir bugün günün. Bəli, mən də Rəhim atanın sözünə dəstəkləyirəm. Birinci, bəzi qazilərimiz şehit atalarını, şehit analarını təhqirlər edirlər. Bu yol verilməzdir. Bu yol verilməzdir. Mən istəyərdim ki, bunun qarşısı alınsın. Birinci, Buqar atadan başladı, şehit atamız və onun şəxsiyyəti, mənəmliyi və onun ailəsi və gəlinləri, evlatları bütün şəhidlərimizə kimi təhqir olunur. Və biz istəyərik bunların qarşısı alınsın. Ondan sonra keçdi bir şehit atasına, onun arkasından da və Rəhim ataya keçildi. Bugün bu şehit atalarına təhqir edilirsə və bugün o şəhidimizə leş deyilirsə, o bütün şəhidlərimizə aiddir. Bunun qarşısı alınmalıdır və mən həmən qazilərə, o nə də deyirəm, faşivni qazilər deyirəm mən ona, əsr qazilər olsaydı onlar şəhid atasının qarşısında baş əyərdi və Rəhim atanı təhqir etməzdi və Vüqar atanı təhqir etməzdi və o biri şəhid atalarını təhqir edir. Bugün də məni şantaj edirlər, mən şəxsən, mən şəhid atasını da məni şantaj edirlər. Yəni, sizə xəbərdarlıq edirəm. Mənə də ultimatum gəldi dünənləri ki, yəni Uçret mənimdir. Uçret mənimdir. Nə istəyir sizdən? Mən buradan birbaşa Ali Başkomandana müraciət edirəm. Mən şəhid Məhəmməd Ovaysevin atasıyam. Oğlum Füzuli, Qubatı, Şuşa və Xankəndə gedən döyüşlərdə balam şəhid olur. Bir oğlum qazi. Cənab Ali Başkomanda, sənin bir əmrinə bizim balalarımız könüllü getdi. Mən istəyirəm Cənab Ali Başkomanda, siz bu qazilərin, o fiktivin qaziləri
hər biri dövlətin qarşısında cəzasını verilməyini istəyirəm. Bizdən bunu istəyirlər ki, bizdən ancaq baxırlar ki, hansı şəhid ailələri biraz pulludur, bunlar şanta getmək üçün. Vay vay vay. Hansı şəhid ataları göz önündədirsə onu Hansı şəhid atalar irəli gedirsə, bunları birbaşa sındırmaq üçün. Yəni biz deyəni deyirik, bizə bu boyda pul veririk, biz nə desək onu gidirik. Budurmu bizim qazilərimiz, bizim şəhidlərimizdən qalan əmanətlər belə olmamalıdır. Amma mən bütün qazilərimi demirəm, mən bütün veteranlarımı, döyüşçülərimi demirəm. Əlbəttə ki, əlbəttə. Bəzi içində seçmə qazilərimiz var. Bəzi, bir neçə, bəzi tək tük qazilərdir. Bunlar- Onlara da batçılıq, həmin o tək tükə də batçılıq eləyən Ağayev Ceyhundur. Mənim haqqımda çəkdiyi videoların səbəbini bildirmək istəyirəm. Bərdədən olan Vüqar atanın çox pis sözlərlə təhqir edilən Müraciət diləmişdi. Müraciət elədim. Mən ona ağıllı olmağını tövsiyə elədim. Daha sonra şəhidimizə leş deyəndə mən yenə səsimi qaldırdım və ondan xahiş elədim ki, çox xahiş edirəm bu cür hallara yol verməsin və ona görə də növbəti qurban mən oldum. İndi bu günləri Mehman ata və digərləri, digər şəhid atalarımız, qazilərimiz mənə görə səsini qaldırdığına görə indi Onlara Ağayev Ceyhun telefonda səs ataraq növbəti qurbanın Mehman ata olduğunu Var o səs sizdə, bildirib ki- səsləndirə bilərsiniz? Bəli var. Bəli var. Qoya bilərsiniz qulaq assın. İnsanlar qulaq assınlar, onun iç yüzünü tanısınlar. Bir dəqiqə var. Şəhid ailələrinə bu nədir dil uzatmaq? Belə qanun varmı? Görürlər ki, hökumət bizə nə qədər dəyər verir. Onu bilirlər ki, prezidentimiz bizə nə qədər dəyər verir. Orada burada gizlənənlər, özünə qazi deyənlər. Vaxtın olanda bilməni yığarsan, video paylaşmışsan, yəqin ki sözü mənə demək istəmirsən. Amma bir-birimizin nömrəsi var da, yəqin ki bir-birimizə də deyə bilərik sözümüzü. Mən də çox eyiblər görürəm, mən də çox lazım olmayan şeylər görürəm. Amma hamısını paylaşmıram ki, nə də müraciət eləmirəm. Yaxşı olardı ki, özümlə danışasam. Səni Türkiyə verirlər, səni ötürürlər qabağa. Amma getmə. Bax bu cür sözlərlə təhdid eləyir. Yəni haqq sözün deyənə də deyir ki, Türkiyəyə gedir. Mənim bir dəfə bu saxta qazilər söhbət, ondan gedir söhbət. Mənim şəhid Məmmədov WhatsApp-ımı söyüşlərlə paylaşdılar. Pis söyüşlərlə. Allah bəlalarını versin. Və ondan bu qolumu, gördüyünüz bu qolumu baxa biləsiniz. Venama kimi doğradım bu qollarımı budur bax. Vay vay, çox nahaq yerə. Və Mən də dedim o vaxt. 3 saat əməliyyat getdi. Sağ olsun bizim polis nazirimiz. Vilayət Eyvazova təşəkkür edirəm və müraciət etdim. Həmin adamlar tapıldı. Cəzalarını aldı. Bəli, cəzalarını aldı. Mən buradan nazirimizə təşəkkür edirəm. Vilayət Eyvazova polis nazirimizə təşəkkür edirəm və bütün polislərimizə, dəyərli polislərimizə təşəkkür edirəm və başda da Ali Baş Komandama təşəkkür edirəm. Mən inanıram ki, cənab Ali Baş Komandan, vitse-prezidentimiz, sizlər demişsiniz ki, şəhid ailələri, atalara, analara toxunulmazdır. Mən inanıram ki, belə fikirli qazilər hər biri qınına yığılacaq və inanıram ki, tezliklə onlar hər biri cəzasını alacaq. İnşallah. Bu qədər. Çox sağ olun. Biz inanırıq. İnanırıq ki, qanunlarımız var və ədalət qalib gələcək. Əvvəla salam aleyküm. Bugünkü bayram münasibətilə hər kəsi təbrik edirəm. Mən şəhid Həsənov Eylülün atası. Bəli, mən də qoşulan bu ataların sözlərinə razıyam, şərikəm. Allah pis qazilərə, qazilərimizə Allah nəhlət eləsin, yaxşı qazilərə canımız qoysun. Amin, amin. Allah Amin. canlarını sağ eləsin. Hə, Allah sözüm var bu qədər. eləsin. Yaxşı qazilərimizin hamısının yanında olmuşuq. Bəli, bəli. Qazi Elşadımız var, Masallıdandır. Elşaddır. Sonra Zamiq Lənkərandan. Çox qazilərimizin adını çəkə bilərəm ki, həmişə dəstək olmuşuq. Həm maddi, həm mənəvi dəstək olmuşuq. Çətin günlərində yanlarında olmuşuq. Ancaq bu cürləri adını qazi qoyan Ceyhun Ağayev kimlərsə onların adını biabır edir. Buradan çox xahiş edirik ki,
tibbi ekspertiza yenidən təşkil olunsun. Təzədən tibbi ekspertiza təşkil olunsun. Onun anlaqsız olmağı barədə yenidən çünki onun özünün səs yazıları var. Niyə özün yaraşığa saldıranda, başına protez saç qoyanda heç anlaqsız olmur? Başqasına zəng eləyir, deyir ki, mənə 600 manat pul lazımdır. Bir qazini döymüşəm, qazi şikayət edibdir. İndi məhkəməyə mənə lazımdır ki, məhkəmə məni həbs eləməməkdən ötəri anlaqsız mənə vəsiqə lazımdır. Həmin adam da, yəni həmin səs yazıları var, verirlər və gedir o cür. Baxın, əgər Ağayevçi anlaqsız və yaxud dəlillik kağızı varsa, yəni psixoloji dəlixanada olar da. Problemi varsa, ağır psixoloji problemi varsa, bu adam necə olur ki, hüquq məsləhətxanası açır? Bu adam necə olur ki, hansı haqla? Atçılıq Binatçılıq. Yox, başqa bir atçılıq var. Oranın direktor müavini kimi gedir. Bu adam necə olur ki, avtomobil idarə edir, anlaqsız bir adam şəhərdə istədiyin vaxtı kiməsə əsəbləşər, yəni dırnaq arası bu anlaqsız adamdır. Onu bastalaya bilər, digər maşınları vura bilər və yaxud qəza törədə bilər və xoşa gəlməz hadisələr baş verir. Bax, bu cür, ona görə çox xahiş edirik. Ona verilən anlaqsız o arayış kimi var və yaxud xəstəlik kağızı var. O mütləq ki, bir komissiya yaradılsın və bu komissiya cənab nazirimiz, sizdən çox xahiş edirəm. O, Daxili İşlər Nazirliyinin orqanlarının işçilərinə də təzyiq edir. Onun haqqında və videoları var. Cənab Daxili İşlər Nazirimizin adını çəkir. Cənab nazirin adı ilə çağırır, deyir ki, biz neyniyək? İndi gedək özümüzü doğrayaq, yandıraq. Yəni bu cür cənab nazirin ünvanına aid təhdidlər də söyləyir. Adını da qoyur ki, mən anlaqsızam. Çox xahiş edirik. Bunun haqqında bir çox güclü, müstəqil bir komissiya yaradılsın və bu müstəqil komissiya onun anlaqsız olmağı haqqında yekun qərar versin və onun dövlətdən indiyənə qədər qanunsuz aldığı müavinətlər dövlət büdcəsinə qaytarılsın. Bu qədər. Mən bir kəlmə burada sözü yekunlaşdıracağım. Mən əgər bu günləri mənə bir də zəng yolunu belə təkliflər olunsa, mənə ədələsələr və Cənab Ali Başkomandan sizə müraciət edəcəm. Vitse-prezidentimiz Mehriban xanım sizə və polis nazirimiz Vilayət Eyvazov sizə deyirəm. Məni bu dəfə təhqir eləsə və mən özümü intihar edəcəm. Bilin, intihar etsəm, bilin ki, kimlərdir. Bu qədər. Çox sağ olun, təşəkkür edirəm. Sözüm bu qədər. Çox sağ olun, var olun. Var olasınız, çox sağ olun. Jurnalist xanımlar, sizə minnətdarlığımızı bildiririk ki, bir şəhid ailələrinin səsinə səs verdiniz, gəldiniz, çəkiliş elədiniz. Bizim çağırışımızı Cənab Prezidentə, bizim borcumuzdur. Cənab Daxili İşlər Nazirinə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Cənab Əl Nağıyeva çatdırmaqda bizə köməklik etdiniz. Minnətdarlığımızı bildiririk. İzləyicilər, nəzərinizə çatdırım ki, Anar şəhid olduğu gün onunla mənim aramda 500 metr məsafə vardı. Atası mənə deyəndə ki, Anar şəhid olub və mən həmən Bərdiyə gəldim. Çünki dedilər ki, o nənəsinin üzərində qeydiyyatda olduğuna görə Tərtər qeydiyyatındaydı. O Bakıda doğulub. Amma Tərtərdə vəziyyət çox pis olduğuna görə icazə vermədilər Bakıya da gətirməyə. Onu Bərdədə dəfn elədilər və mən həmin dəfn prosesin əvvəldən axıra çəkmişəm. Gecə saatlarında dəfn olunub ana. Anarla bağlı, onun uşaqlığı, gəncliyi, ailəsi ilə bağlı səsləndirilən fikirlərin heç biri həqiqətə uyğun deyil. Mən Anarı anadan olduğu gündən tanıyıram. 3 qardaşdılar, necə böyüyüblər, necə ata-ana qayğısı görüblər, hamısını görmüşəm. Sadəcə Anarın familiyasının Hüseynov olması nənəsinin himayəsində olması ilə bağlıydı. Ki nənəsi öz üzərinə götürmüşdü onu övladlıq kimi. Onun evi, nə bilim, olan şeyləri. Bəli, adını da nənəsi qoymuşdu. Evin son beşiyi idi Anar. Ki nənənin bütün mülkü ona qalsın deyə. O da şəhid oldu, heç nənəyə də qalmadı.
və nəviyə də qalmadı. Şəhid oldu. Bir kəlmə söz demək istəyirəm. O nəvə deyəndə mənim də o şəhid balamı mənim öz anam saxlayıbdı, nənəsi. Düz həddi buluğa çatana kimi və evləndirdi də. Bu belə şeyləri mən bilmirəm, mən pis baxıram elə şey. O nə deməkdir? Nənəsi də böyüdüb, boya başa çatırıb və o familiyanın gedi. Belə insanların ümumiyyətcə qarşıları alınmalıdır. Mənim babamın, yəni əmim uşaqlarının soyadı mənimki ilə eyni deyil. Bilirsiniz niyə? Onlar babamın adını götürüblər, Kərimov. Bəli. Mənimki ilə eyni deyirlər. Bu o deməkdir ki, onlar mənim əmim uşaqları deyirlər. Ya babamın nəvələri deyirlər, ya atalarının övladları deyil. Hüseynovdur. Bəli, digərinin familiyası Hüseynovdur, əmimiz oğlunun doğmaca. Hüseynov Namiq Heydaroğlu, şəhid. Bəli, şəhiddir, o da şəhiddir. Bizim Sumqayıt şəhidlər xiyabanın 90% bizim nəslin şəhidləridir. Hamısı da müxtəlif, əmimiz uşaqları, bibimiz uşaqları, müxtəlif familiyalarla, qohumlarımız, əqrabalarımız. Mənim üçün şəhidin yadı yoxdur, hamısı mənim qohumumdur. Sən gedib şəhidin qəbrinin üstündə dayanıb deyirsən ki, o filan yerdə oxuyub, o filan yerdə bunu eləyib, onu eləyib. Bilmədiyin şeyləri danışırsan. Bəs sən bilmirsənmi? Yaxın olduğuna görə, Cəzanı yaşadığımız evə yaxın olduğuna görə Pirşağı qəsəbəsində adi insanlar hamı. məktəb internatdır, hamı gedir orada oxuyur. Mən deyim, deyəcək, atası da internat məktəbini bitirib. Yüksək qiymətlərlə. Bəli, yüksək qiymətlərlə bitirmişəm. Daha sonra Bakıda gəldi, 8 nömrəli, indi həmin oraya gimnaziya sayılır. Oranı bitirmişəm və Bəli. yüksək qiymətlərlə ali Bəli, məktəbə qəbul. internatda oxumaq yiyəsiz olmaq deməkdirmi ki, adamı şəhidi aşağılayırsan? Çox insafsız adamlar var, şəhid anaların. Bugün şəhid bayramdır. anaların Mən sizin hər birinizin qarşısında bütün şəhidlər xiyabanının, bütün şəhidlər xiyabanında arxasınca gələn və gəlməyən valideynlərinin qarşısında baş əyirəm. Bayramınızı təbrik eləyirəm. Biz bugün rahat, azad bu torpaqlar üstündə gəziriksə və mən istədiyim zaman bütün rəsmi tədbirlərdə Şuşadan Zəngilana, Cəbrayıla gedə bilirəmsə və cənab prezidentin xüsusi təşəkkürnamələrini alıramsa, medalını alıramsa, bu sizin övladlarınızın axan qanının sayəsindədir. Təşəkkür edirəm hər birinizə, baş əyirəm qarşınızda. İnanıram ki, Azərbaycan Respublikasının prezidenti, eləcə də Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, həmçinin güc nazirliklərimiz, bütün bu cür baş verən hadisələrin qarşısının alınması üçün, bu şər böhtanların, bu anarxiyanın qarşısını almaq üçün Ceyhun Ağayev dediniz də, Ceyhun Ağayev kimi saxtakarların, şəhid ailəsinə dil uzadan, şəhidə leş demək nə deməkdir, ay kişi, səni paramparça eləyərlər, əzərlər səni, üstündən keçərlər. Leş nədir? Leş sənin nəslindir, kökündür. Həmin şəhidimizin anasının şəklini, bacısının şəklini qoyub təhqir edibdir. Ondan sonra niyə məhkəməyə müraciət eləmədiniz? Həmin adamlar ona görə şikayətlərini götürdülər geri. Başladılar hər gün onları təhdid eləməyə, hər gün Ağayev Ceyhun başladı onların ailəsinin ailə şəkillərini qoymağa. Ondan sonra ana və ata, bacısı... Lotu zatdı bura, lotu zamanıdır. Bacısı, ondan sonra şikayətlərini götürdülər geri. Təşəkkür edirəm hər birinizə. İnanıram və əminəm ki, həm Azərbaycan Respublikasının Müdafiə naziri cənab general Zakir Həsənov, həm Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab general Vilayət Eyvazov, eyni zamanda Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev bütün bu məsələlərlə bağlı xüsusi qrup və ya hər hansısa bir komissiya yaradıb bunların araşdırılması və şəhid ailələrinin təhqir olunmasının qarşısını almaq üçün müvafiq tədbirlər görəcək. Təşəkkür edirəm hər birinizə. Bayramınız mübarək olsun.